Hamıya salam, sizinlə Nanul SMR-dir. Deməli, bu günləri bizdə yarpaq dolması və tərəvəzlərimiz. Məndən milli mətbəx istəyənlər çəkdim, etdim, niyə də yox. Biz iri-iri belə sevirik. Gəlin başlayaq. Qatıqla. Biz ümumiyyətlə xırda dolma sevmirik. Edə bilərik hərdən, amma ən çox belə. Bu günləri fikirləşirdim ki, sizinlə nə danışım. Hansı mövzu haqqında danışaq. Gəlin biraz yeyəyim. Danışacağım. Deməli, mənim vaxtlarım var idi ki, nə vaxt ki diyetlərdə otururdum, deyirdim sizə. Heç nə yemirdim. Bunun əsasında da nə olurdu? Ürəyim gedirdi tez-tez. Bir dəfə də hətta məktəbdə də ürəyim getmişdi. Anamı çağırmışdılar. Deyirdilər ki, qız indi arıqdır, nəyə görə diyetdədir? Siz niyə baxmırsınız belə elə? Mamalıq da heç nə yox idi əslində. Mən özüm yemirdim, mama məcbur eləyə bilmirdi. Bir dəfə də nə olmuşdu? Universitetə getməli idim. Anam işdəydi. Nənəmə dedim ki, ay nənəm, bu günləri getməyim, nəsə özüm pis edirəm. Nənəm də deyir, gedəcəksən. Mən də başladım hazırlaşmağa. Geyinməyə falan və gəldim mətbəxə su içim. Və ilk dəfə ürəyim konkret elə gedir ki, mən də elə hissim, belə özüm pis edirdim deyəndə, belə dəhşət ölümvay bir şey deyildi də. Amma hiss edirdim ki, elə bir nəsə nitodur. Nəsə düzgün getmir. Və ürəyim gedir. Nənəm də yəni necə deyir ki, bir 10 dəqiqə belə mənə durğuza bilmirdi. Üstümə su tökürdü, mən ayılmırdım. Deyir ki, elə bir nəfəsini belə görmürdüm ki, nəfəs alırsan. O da qorxub, evdə də təkdə axı. Heç kim yox. Üstümə su tökür, heç nə ayılmıram. Və bu momentdə nə görmüşdüm? Bilmirəm, yuxuydu, ya nə idi? Yəni mən hiss eləyirdim ki, bu əsrdir də.
Həqiqətən bu mənlə baş verir. Tam bilirsiniz necə günəşli bir yerə düşdüm və ağ geyimdə bir qoca kişi idi. Təmiz ağa bürünmüşdü. Mən deyirəm ki, mən hardayam da? Mən hara düşmüşəm? Bura haradır? O mənə gülüb heç nə cavab vermir. Məndə nə qorxu hissi var idi, nə heç nə. Nə düşünmürdüm o momentdə ki, nənə, mama, heç nə. Yəni heç kimi mən düşünmürdüm. O tam mənim yadımdadır. Və belə rahatlıq hissi var idi. Elə bil həyatda mən belə rahatlığı hiss eləməmişəm. Mən bunu sözlə tam başa sala bilmirəm, üzrlüsən, amma çalışdığım qədər ifadə eləməyə çalışıram. Və bir də orada belə çatırıq bir dənə qapılara. Qapılarda belə açılır. O da ağ rəngində idi. Qulpları isə qapının qızıl rəngdə idi. O tam yadımdadır. O da kişi, həmən kişi deyir, get ora. Səni gözləyirlər. Mən açıram qapını və görürəm ki, üstümdə nənəm ağlayır. Üstümə su tökür. Bütün suyam da. Təsəvvür edin ki, üstümə nə qədər su töküb ki, mən ayılmırdım. Məhəllə nənəmin belə ağlamağını görməmişdim. Konkret uşaq kimi ağlayırdı. Nərgiz, sən nəfəs almırdın. Qorxub anama zəng eləyib, mama deyib skoro. Qoca qadındı, çox qorxdu. Yəni belə bir şey görmüşdüm. Bilmirəm, deməli mənə tez imiş getməyə, bilmirəm. Mən ölümdən 2 dəfə qayıtmışam da. Bu birinci dəfə idi. Bir dənə də məndə mövzu var. Əgər istəsəz mən sizə danışaram. O çox belə idi. Burada məndə konkret görüntü olub deyə mənim konkret yadımda qalıb. Amma necə deyim, bu momentdə məndə qorxu yox idi. Mən qorxmamışdım ki, mən itirmişəm, həyatımdan olmuşam. Heç şey. Düşüncə belə yox idi. Sadəcə soruşdum, hardayam? Yəni vəsə. Yəni bura haradır? Qorxu, ay mən bu kişidən qorxdum. Belə hər şey ağappaq idi. Yer ağ idi. Kolonnalar belə var idi. Azərbaycan dilində bilmirəm, belə kolonnalar, belə Rimdə, Romada durur aya, belə bir şey var idi. Uzun saqqalı var idi. Çox yadda qalan oldu, amma gülərüz idi. Çox. Yəni doğrudan heç bir hiss, belə qorxu, narahatçılıq yox idi. Sizdə belə bir şey olub? Bəlkə siz də öz həyatınızda nəsə danışasınız. Bəlkə sizdə də belə bir şey var idi. Qəribəliklər. Məndə qəribəliklər çox olub. Mən onsuz da danışacağam sizə. Uşaqlar, sizlə Nano Ləsəmaya idi. Köynə videoma baxmamısınızsa bura basıb baxa bilərsiniz və burada loqoma baxıb mənə takib ata bilərsiniz. Uşaqlar, like eləyin, takib eləyin. Mənim də həvəsim olsun çəkməyə.
Söz sizinlə Nanul Əsəmir idi. Sabahədək əzizlərim.